İmam Hüseyn əleyhissalamın dəvəti. Rejissor Hüseyn Söheylizadə. Müəlliflər Əli Rıza Kazimpur, Səid Cəlali, Mühəmməd Biranvərd. Rollarda Fərar Mərz Qəriban, Hamid Behdad, İlham Həmidi, Mərcan Şir Mühəmmədi və başqaları. Səkkizinci hissə. Yalandır. Onda bu kimin xəttidir? Məhtabın müvəkkilinin xətti idi. Elə bir adamdır ki, hər kəsin xəttini köçürə bilər. Sən bilirsən neynəmsən kimya? Neynəməliydim ki? İcazə verərdim ki, onlar öz məqsədlərinə çatsınlar. Sənin günahsız zindanda çürüməyinə razı olardın. Bu səhnəni qurmaqdan yaxşı idi ki. İstəyirdim əlləri bağlansın. İmad, biz günahkar deyilik. Onlar günahkardılar. Kim inanacaq? Bu sözlərin qəbul edilməzdi. Axı məni niyə xəbərdar eləmədin? Mən səndən çox şey istəmirdim. Yəni nə? Onlar günahkardılar. Biz günahkar deyilik. Niyə mənə demədin? Nəysə baş verib. Yox anacan, bir şey deyil. İndi aşağı düşürük. Axı düzgün deyil. İmad, bir dəfə də mənə etimad et. Bu işdə qələbə bizimdir. Sənə söz verirəm. Niyə Kərbəlaya getmədiniz? Bəni Əsəd qəbiləsi yaxşı vaxtlar keçirmir. Burada dayanmaq düzgün deyil. Hələ ki fürsət var. Qaçın. Gedin. Gedin.
O hani ki arxasınca düşmüşəm. İlğımdır, necə ki mənim üçün yuxudur. Mən səndən heç bir şey oğurlamamışam. Əgər fikirləşirsən ki müqəssirəm, gəl işimi bitir. Yox, Həccar. Bu qırmızı rəngli günəş 10-cu günündür. Deməli, hadisə baş verdi. Əfsus. Mən bunu görməkdən qorxurdum. Mənim Yusifin bu cəmaatın etibarsızlığından Həzrət Əlinin şəhadətindən sonra xəbər vermişdi. Bu mənəm ki, bir ömür boyu bu arzuyla yaşayaraq onu əldən verdim. Mən dəfələrlə Seyyid-üş şühədanın əzadarlığında sinə vurmuşam. Məzlumiyyətinə cəmaatla birlikdə ağlamışam. Şagirdlərimə Aşura və Kərbəla haqqında danışmışam. Sən bu imtahanı gərək arxada qoyasan, Yusif. Necə ki, Hür hər şeyindən keçdi. Hüseynə yar oldu və ucaldı. Biz başqa bir fürsət axtarmalıyıq ki, səhvimizi düzəldək. Didin tərəddüdün nə zamandan başlayıb? Hər şey o təsadüf olandan sonra baş verdi. Samirə ilə mən Kərbəlaya gedirdik. Yolda bu hadisə baş verdi. Ondan sonra mən zahirən diriyəm. İndi mən sənin Samirəni tanıdım. Necə ki, səni tanıdım. Gərək özümüzü qarşımıza gələn hadisələrə hazırlaşdıraq. Nəsə xatırlayırsan? Biz ikimiz də maşındaydıq və qəzaya düşdük. Burada səni əldən verdim. Mənim halım yaxşı deyil, Yusif. Gəl qaydaq. Qaydaq? Biz bu tuneldən keçməliyik. Biz başqa zəmanəyə aidik. Qızımız Kimya bizi gözləyir. Bacarmıram, Yusif. Mən başqa yerə aidəm. Sənsə başqa yerə. Bir neçə addım qalıb Samirə. Həqiqətlə yuxu arasında olan sərhəd buradadır. Bunun çıxışında bizi həqiqi həyat gözləyir. Bu bir neçə addımı mənə xatirət. Yox, Yusif. Mən gərək Kərbəlaya qayıdım. Orada bir çıraq yandırılıb ki, onu qorumağa ehtiyac var.
Bəh, madam vəkil və müsyo müttəhim, ikinci evə xoş gəlmisiniz. Çox istəyirdin ürəyin istədiklərini eləsin, hə? Amma xar oldun. Əgər ədalət olsa bu zindanda yatan adam sən olmalıydın, mən yox. Düz deyirlər, zindandan çıxandan sonra əxlaq yaddan çıxır. Cənab mühəndis, bu cür danışmaqdansa cürəti xanımınızdan öyrənin. O bizi elə bir çərçivəyə saldı ki, bütün əzalarımız lərzəyə gəldi. Bizi elə şəkkə saldı ki, elə bir günahımız var. Ona görə gəldik aydınlaşdıraq. Yeni seçiminizdə səhv etdiniz, cənab Teymurzadə. Xanım Zəmanifər, biz seçilirik, biz seçmirik. Bu bütün zirəhliyə olan müharibədir. Yəni təkbətək birini yeyəcəyik, ikisini vuracağıq. Zərbədən müğayət ol. Limatcan, bu cür şüallar deməkdənsə xeyirli bir iş gör. İmtina eləyib yerinə xanımının namizədliyini ver. O siyasəti səndən çox bilir. Təklif eləyirəm, onun xüsusi dərsinə gedəsən. Bəlkə onda bir şey öyrəndin. Ürəyim sizin üçün yanır, cənab Xocəstə. Siz çox alçaq adamsınız. Onlar əleyhinizə şikayət eləyib. Nə ilə əlaqədar? Sıxışdırmaqla əlaqədar. Deyirlər ki, sizin xanımınız doktor Səyyadın namizədliyini götürməsini tələb edib. Mən ancaq onlardan düzgün olmalarını tələb eləmişəm. Hal-hazırda onlar şikayətçidirlər. Sizin bir yolunuz var. Ağay Zəmanifərin diri olduğunu sübut edəsiz. Yoxsa sizin üçün yaxşı olmaz. Düşünürdüm ki, bu məktub hər şeyi həll edir, cənab kapitan. Bu məktubun bir qiyməti yoxdur, xanım Zəmanifər. Çünki saxtadır. Səhv edirsiniz. Yanılırsınız. Səhv edən sizsiz. Təhqiqatlar bu məktubun Ağay Zəmanifərin adından yazıldığını, saxta olduğunu sübut elədi. Təəssüf eləyirəm, xanım Zəmanifər. Siz iki ittihamla qarşı-qarşıya durmusunuz. Saxta bir məktubla məhbusu azad etməklə, polisi yanlış yola istiqamətləndirməklə və Teymurzadən şikayəti ilə. Bir neçə gün səbr edin. Atam qayıdar və hər şey tezliklə həll olunar. Ümidvaram. Mən gərək məktubu təyin eləmək üçün mərkəzə göndərim. Siz də o vaxta qədər günahsızlığınızı sübut edərsiniz. Yoxsa qanun çərçivəsində bu işi həll eləməli olacağam. Sizin hər ikinizin vəziyyəti yaxşı deyil. Amma siz özünüz dediniz ki, ittiham üstümdən götürülüb. Sara Xürrəm əleyhinizə ifadə verib. O yeni ittiham irəli sürüb. Tezliklə məhkəməyə çıxarılacaq. Bu qısa fürsətdən istifadə eləyin. Çünki sizin üçün əlimdən daha bir şey gəlmir. Bir söz demək istəyirəm. Heç nə demə. Heç nə. Təəssüf edirəm. Mən sənə kömək eləmək istəyirdim. Sənin təqsirin deyil. Mənim təqsirimdir. Səni bu istirab və streslə dolu oyuna qarışdırmamalıydım. İndi daha mühüm deyil. Mühüm deyil.
Sizin xidmətinizə çatdırmışdım. Bu müşkül həll olunacaq. Salam. Salam aleyküm. Salam aleyküm. Hardasan mühəndis? Cəmaatı səninlə görüşmək üçün işdən eləmişəm. Bağışlayın, gəlirəm, xidmətinizdəyəm. Halınız necədir? Salam aleykum. Mənim əziz və köhnə dostlarımdır. Müxtəlif peşələrdə çalışırlar. Salam, necəsiz? Yaxşısınız? Yaxşıyam, yaxşıyam. Görüşümüzə şadam. Qərzül Həsənə sandığının müdiridir. Çox sağ olun, xahiş edirəm, oturun. Atacan, sizdən işim var. Oldu, gəlirəm. Salam. Salam oğulcan. Mən qonaqlara çay tökdüm. Aparmağın zəhmətini çəkərsən. Baş üstə. Bu nə yığıncaqdır? Demişdim ki, imkan verməyəcəm ayaqlanasan. Tapdalanasan. Bunlar hamısı mənim dostlarımdır. İndi bazarda müxtəlif siniflərə aiddirlər. Seçkilərdə sənə dəstək olmaq üçün mərkəzi şura yaradıblar. Lazım deyildi. Niyə lazım deyil? İmkan var, dəstək olurlar. Ən azı özüm uyğunlaşaram. Uyğunlaşmaq lazım deyil. Get yanlarına. Təşkilatları ilə əlaqə saxla. Cəmaatla danış. Onlara de kimsən, onlar üçün nə iş görmək istəyirsən. Cəmaat düzgünlüyünə inansa, arxanda durarlar. Oldu. Əziz kimyam, özümü qayıtmağa razı sala bilmədim. Samirə ilə Kərbəladayam. Onun ikinci dəfə ölməyinə razı ola bilmirəm. Onu tək qoymağa məcburam. Öz şərafətli yaşayışının qədrini bil. Halal et. Xudahafiz.
Tək qayıtdın. O qəribin başına nə gəldi? Allah eləməmiş, Həccar. O başqa zamana aid idi ata. Qədərinin ardıca getdi ki, hansı ki onu oraya çəkirdi. Siz burada nə eləyirsiniz? Allah Rəsulunun övladından ötürü qılınc vurmaq qismət olmadı. Elə ki, Kərbala vaqiyyəsi tamam oldu. Xəbər çatdı ki, kəsilmiş başları Şama aparırlar. Cənazələr yerdədir. Gedək ki, Aşurada öldürülənlərə hörmətsizlik edilməsin. Gedək. بمون با من گل تشنه ببین دل بستن آسونه ولی دل کندن عاشق مثل دل کندن از جونه چراغ گریه روشن کن شب دل شور و رفتن کنار این شب زخمی بمون با من بمون با من ببین شب به یاد تو فقط از گریه میبارم حلالم کن تو میدونی دل بی طاقتی دارم تماشا کن صدایی که به دست بادها دادی تماشا کن چراغی که به تاریکی فرستادی میونه رفتن و موندم کنار تو گرفتارم تن بی سر سر بی تن نگو دست از تو بردارم اگه بعد از تو میمونم اگه بعد از تو میپوسم خدا حافظ خدا حافظ تو رو با گریه میبوسم خدا حافظ خدا حافظ خدا حافظ خدا حافظ İmad, halım yaxşı deyil. Ürəyim çox narahatdır. Hər il atamla Şam-ı Qəribana əzadarlığa gedərdik. Ürəyim istirab çəkir. Özümü çox tənha hiss eləyirəm. Cənab kapitan zəng vurmuşdu. Nəysə olub? Atanın cənazəsini tapıblar.
İraq sərhəddi yaxınlığında tapılıb. Harda? Deməli Kərbəlaya getmişdi. Cavablanmalı çox suallar var. Görəsən o özünü ora necə çatdırıb? Əlbəttə bir şeyə şək yoxdur ki, Nəimlə Bijan tərəfindən zərbə alıb. Onların əksinə olaraq diri qalıb, oradan çıxıb və bir müddət biyabanda sərkərdan qalıb. Ən böyük müşkülümüz bu dəftərçədə olan yazılardır. Dəftərçə? Ağay Zəmanifər başına gələnləri ölümünə qədər bura yazıb. Amma bu yazılar həqiqətdən çox yuxuya bənzəyir. Mən özüm üçün bir nüsxə çıxartmışam. Bu da sizdə qalsın. Mən ümid edirəm ki, bu yazılarda Müşfiqin sənədləri haqda nə isə olar. Təəssüf ki, yoxdur. Siz bilmirsiniz ölümünün səbəbi nə idi? Özünüz baxsaz başa düşərsiniz. Cənab kapitan, üzündə olan izlər nəyin izləridir? Bizə də dəqiq məlum deyil. Amma qılınc yarasına oxşayır. Qılınc? Bəli. Əlbəttə, Ağay Yusifin başına gələnlər bizim hamımız üçün müəmmalıdır. Bu Nəimlə Bijanın zərbəsinə oxşamır. Yaxşı, onda bu işi kim eləyib? Hal-hazırda təhqiqat aparılır. Tibbi ekspertiza çox qan itirdiyindən həyatını dəyişdiyini deyir. Amma ağlın və məntiqin nəzəri ilə bu yaranı şərh etmək olmur. Ağlama canım, əzizim, öldü. Bizi tək qoydu, ağlama. Nə eləyək? Nə eləyək, əzizim, nə eləyək? Uşaqlardan bir ikisinə tapşır ki, İmadın və qızın nənəsinin evinin qabağında keşik çəksinlər. Niyə? Məgər qəziyyə həll olmadı? Xəbər çatıb ki, Yusif o dəftərçədə bəzi şeylər qeyd edib ki, polisin nəzərində şübhəlidir. Hələ ki başımız ağrımır, amma uzaq deyil. Bu bir neçə günə nə isə kəşf eləyib, işimiz partlaya bilər. Deməli, bu qıssənin hekayəsi uzundur. Mən lap məəttəl qalmışam. Yusifin bədənindəki o yaralar nə idi? Elə vurulmuşdu ki, elə bir tatarların hücumuna məruz qalıb. Heyf ondan. Yaxşı adam idi.
Yaxşısı budur ki, fikrimizi cəm eləyək. Əgər Müşfiqin sənədləri peyda olsa, hər nə toxumuşuq açılacaq. Olar. Gəl içəri. Burada bəzi rəqəmlər yazılıb. Yəqin ki, bir mənası var. Amma ağlıma bir şey gəlmir. Yaxşı, bu nə rəqəmlərdir? Atamı uğurlayan o 2 nəfərin dediyinə görə həmin vaxt sənədlər onun üstündə deyildi. Amma bu yazılardan məlum olur ki, qəbirstanlığa gedəndə sənədlər onun üstündə olub. Yəni mümkündür ki, sənədləri qəbirstanlıqda gizlətsin? Amma qəbirstanlığın harasında? Bəlkə bu bir sıra nömrəsidir, ya da bir şeydir ki, üzərində yazılıb. Nə bilək? Bəlkə əbcad kəlmələridir. Əla, sən ki bunu bilirsən. Ver. Dəqiq bilirsən ki, ələ gələn sözlərin mənası budur? Şəkkim yoxdur. Mənası budur. Samirənin Quranının rəhili. Əminəm sənəd oradadır. Lap yaxşı. Gedək ora. Salam. 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 Ağay mühəndis, bu gecə vaxtı burada nə edirsiniz? Kimya darıxdı gətirdim. Allah rəhmət eləsin. Böyük insan idi. Allah ölənlərinizə rəhmət eləsin. Allah qalan ömrünü sizə yazsın. Mən gedirəm, yuxarıdakı qapını bağlayım. Əgər işiniz olsa, çağırarsınız. Baş üstə. Açarı ver mənə. Kim var orada? Özüdür. Ağa Yadullah. Ağa Yadullah. Bunu götür get maşına. İmad, ürəyim narahatdır. Qorxuludur, gedək. Sən get maşına. Ağa Yadullah. Ağa Yadullah. Ağa Yadullah. Kim var orada? Kim var orada? Deyirəm kimdir? İmad, nə oldu? Min maşına.
Tələt anaya necə deyək? Hələ ki, xeyirlə qutardı. Halı biraz yaxşılaşan kimi özüm xəbər eləyəcəm. Salam. Salam. Halı necədir? Özünə gəlib, həkim başının üstündədir. Salam Hacı ağa. Salam əleyküm. O namərdlərdən nə xəbər var? Teymurzadənin ətrafında olanları həbs elədik. Nəim və Bircan da etiraf etdilər. Xanım Xürrəm də. Teymurzadə nə oldu? Polis gələnə kimi aradan çıxıb. Amma narahat olmayın, onu da tutacağıq. Salam, salam. Bağışlayın ki, gec gəldim. İmadın işlərinin dalınca getmişim. Halınız necədir? Sizin halınız necədir? Qurban olum, kapitan. Yaxşısınız? Sizinlə söhbətim çoxdur. Nə yaxşı ki, sizi gördüm. Əlbəttə, inanmaq çox çətindir, amma mən İmadın onların əlinə düşməməsi üçün çox əziyyət çəkdim. Bunlar bir məğlub edilməz mafiyadır. Qərara gəlmişdim ki, onların içinə daxil olmaqla nüfuz qazanım. Çox çətin idi, amma bacardım. Sizə lazım olacaq məlumatlar var. Doğrudan? Doğrudan? Cənab kapitan, xalqa xidmət eləmək insanda yorğunluğa yer qoymur. Kimya xanım, Allaha and olsun mən imada qibtə eləyirəm. Bu kişi canını təhlükəyə atmaqla elə adamlarla baş-başa durdu ki, həmin adamlar fırıldaqçılıqla xalqın malını yeyib talan eləyiblər. Mənim kimi zəif adam kimdir ki, üsyan eləsin? Toydan sonra nağara. Yox, əksinə, terror imadı qaldırdı. Xalqın ona məhəbbəti artıb. İnanın, onu tez görmək istəyirəm. Vallahi. Ondan çox nigaranam. Tez görmək istəyirəm. Yaxşı olar ki, özünüz üçün narahat olasınız. Niyə? Mən çox yaxşıyım, cənab kapitan. Aparın bunu. Aparın. Hara aparsınlar? Neyinirsən, ağa? Gəl gedək. Necə yəni gedək? Buyurun. Mən şikayət eləyəcəm. Əlimdə sübutlar var. Elə bilirsiniz əlinizdən bir şey gələcək. Gəl, qışqırma. Sizə olan hörmətə görə əlimi bağlamağa icazə verdim. Siz nə düşünürsünüz, cənab kapitan? Gəl qışqırma, gəl. Al görün. Şikayət eləyəcəm. Cənab kapitan, Müşfiqin sənədlərində nə var idi? Etibarlı sənədlərdir. Əkin sahələrinin, yaşayış binalarının və bağların saxtalıqları. Yuxarı göndərmişik. İnşallah əlimizə təzə ipucu keçər. Hacı ağa icazənizlə. Allah amanında. Allah amanında. Həkim, halı necədir? Narahat olmayın, yaxşı olacaq. Görüşmək olar. Yalnız çox qısa. Çox sağ olun. Yaxşısan? Sənədlər. Polisin əlindədir. Hamısını tutublar. Həkim Səyyadın səlahiyyətini aldılar. Hər şey qutardı İmad. Yorğunam. Bu qədər naimid olma İmad. Sənin görülməli çox işin var. Buradan çıxandan sonra mühəndisliyi kənara qoymaq fikrim var. Düşünürəm ki, onlar məndən layiqlidirlər. Bu qədər zəhmət və mükafatdan sonra Bu mükafat öz səhvimin ucbatındandır. Düşünürdüm ki, əgər məclisə daxil olsam, məclisi sıxıntıdan qutararam. Əgər doğrusunu desək, məclis Ağa Yusif kimi adamın yeridir.
Naümidlik səhvi təkrar etmək kimidir. İmad, sən hələ yolun əvvəlindəsən. Cavansan, təcrübə toplayırsan. Təcrübə də asanlıqla ələ gəlmir. Niyə cəmaatın yerinə qərar verirsən? Nə demək istəyirsən? Sən istəyirsən ki, xalqdan seçim rəyini alasan. İcazə ver ki, onlar özləri seçim eləsinlər, layiq olana səs versinlər. Özümə güvənmirəm. Amma mən sənə inanıram. Həmişəkindən də çox. Maşallah. Ancaq nə? Ancaq çətindir. Çətindir ki, Ağa Yusif kimi dayaq yoxdur. Kaş ki, sağ olaydı. O diridir. Mən bilmirəm o nə fikirləşir. Ancaq onun bütün yazdıqlarına inanıram. O anamla birlikdə Kərbəlaya getmişdi. İndi də bir yerdədirlər. Filmin sonu. Dublyajın rejissoru Ramil Adiloğlu, tərcümə edən Vüqar Həsənov, səs rejissoru Sahib Cumayev. Filmi səsləndirdilər Aytən Əlizadə, Günel Lətifli, Mahir Mirişov, Ramil Zeynalov, Emin Nəsirli, Nihat Ağayev, Talib Ələsgərov və Sahib Cumayev. گریه روشن کن شب دل شوره و رفتم کنار این شب زخمی بمون با من بمون با من ببین امشب به یاد تو فقط از گریه میبارم حلالم کن تو میدونی دل بی طاقتی دارم تماشا کن صدایی که به دست بادها دادی تماشا کن چراغی که به تاریکی فرستادی میونه رفتن و موندم کنار تو گرفتارم تن بی سر سر بی تن نگو دست از تو بردارم اگه بعد از تو میمونم اگه بعد